Azərbaycan əskəri vətənin müdafiəsini borc yox, şərəf sayır. Bu yolda çəkilən əziyyətlər onun üçün qürurdur. Çünki vətən uğrunda atılan hər addım müqəddəsdir. Ordu sırasında dayanmaq yalnız geyim deyil, ruhun silahlanmasıdır. Əskər bu formaya sadəcə bədənini deyil, könlünü də geyindirir. O hər səhər Azərbaycan üçün oyanır. Vətəni üçün hərbi formanı geyinib, daima vətəninin keşiyində dayanan igidlərimizdən biri də şəhid leytenant Məmmədov Ümid Fərmanoğlu idi. Ümid 1999-cu il mart ayının 14-də Babək rayonu Nehrəm qəsəbəsində anadan olmuşdur. 2005-ci ildə Nehrəm kənd 3 nömrəli tam orta məktəbin 1-ci sinifinə gedən Ümid, elə 1-ci sinifdən də müəllimlərinə Qarabağ haqqında, Qarabağın işğalı haqqında suallar verər, zabit olmaq istədiyini deyərmiş. 2013-cü ildə Naxçıvan şəhərindəki Heydər Əliyev adına hərbi liseyə qəbul olan Ümid, 2016-cı ildə həmin liseyi fərqlənməklə bitirir və elə həmin ildə də Bakı şəhərindəki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olur. 2018-ci ildə nizam intizamına görə Azərbaycan ordusunun 100 illiyi yubileyi medalı ilə təltif olunur. 2020-ci ildə Hərbi Akademiyasını fərqlənməklə bitirib, leytenant hərbi rütbəsi alır. İyul ayından Goranboyda yerləşən en sayılı hərbi hissədə xidmətə başlayır. Ümid həm də 2020-ci ilin iyun ayında Azərbaycan tarixinə Tovuz döyüşləri kimi düşən savaşın iştirakçısı olmuşdur. İkinci Qarabağ müharibəsinin ilk günlərindən döyüşə atılan Ümid, döyüşün ilk günlərindən düşmənin qorxulu röyasına çevrilir. O, düşmənin canlı qüvvəsini məhv edir, hərbi texnikasını sıradan çıxarır. İllərdə arzuladığı azad Qarabağ üçün heç nədən qorxmadan irəli atılır və qəhrəmancasına döyüşürdü. Ümid, oktyabr ayının 5-də Suqovuşan istiqamətində gedən döyüşlər zamanı şəhadətə ucalır. Ölümündən sonra Suqovuşanın, Xocavəndin azad olunmasına görə cəsur döyüşçü, vətən uğrunda medalları və 3-cü dərəcəli Rəşadət ordeni ilə təltif edilir. Şəhid leytenant Məmmədov Ümid Fərmanoğlu Babək rayonu Nehrəm qəsəbə qəbirstanlığında dəfn edilmişdir.